Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli amma ba'd. Əziz qardaşlar, İlk öncə uca Rabbimiz Allah Subhanahu wa Taala'ya həmsənalar olsun. Bizi müvəffəq eləyir dinini öyrənməyə, şərəfli, hörmətli mələkləri ilə bir məclisdə olmağa, cahilliyi üzərimizdən qaldırmağa. Əziz qardaşlar, bu həqiqətən də möminə verilən bu dünya nemətləri içərisində ən dəyərlisidir. İnsan dinini öyrənməsi, Rəbbini doğru düzgün tanıması, Rəbbini öyrənməsi. Elə elm də budur ki, insan Allah öyrənməsi, Peyğəmbərini öyrənməsi, İslam dinində dəlilləri ilə öyrənməsidir. Əziz qardaşlar, bu gündən etibarən Allahın izni ilə ən şərəfli elmlərdən olan, hesab olunan Quran-ı Kərimi biz bunun təfsirini götürməyə başlayacaq Allahın izni ilə. Ən şərəfli elmlər, alimlər deyirlər ki, 4'dür. Elmlər içərisində ən şərəflisi, ən zirvə olanı 4'dür. Yerində qalanlar isə onların əhatəsində olan, ona çatmağa vasitə olan elmlərdir. Elə birincisi, əziz qardaşlar, təfsir elmidir. Quran-ı Kərim, Quran. İkincisi, sünnə. Sünnəni öyrənməkdir, şərhi ilə. Üçüncüsü, əziz qardaşlar, əqidə, tavhid elmidir. Şərəfli elmlər. Dördüncüsü isə fiqhdir. Fiqh, əhkamlar, halal, haram, vacib, əmr, qadağa, bu kimi əhkamları öyrənməkdir. Fiqhi qaydalar, ibadətlərin necə yerinə yetirilməsidir. Əziz qardaşlar, Quran-ı Kərimin təfsirini götürürük. Bugünkü dərsdə müqəddimədir, ümumi giriş məlumatdır. Gələn dərsdən Allahın izni ilə Fatihə surəsini, sonra isə Quran-ı Kərimi arxadan xırda surələrdən götürməyə başlayacaq Allahın izni ilə. Deməli, gözəl qardaşlar, Qur'anın sözü qara feilindən, kökü qara feilindəndir, oxumaq, tilavət etmək deməkdir. İstilahi mənası isə, termin olaraq mənası isə, Quran Allahın kəlamıdır, yəni məxluq deyil. Allah onu həqiqi formada danışıb, yəni yaratmayıb, danışıbdır. Cəbrail mələyi vasitəsilə Muhammed sallallahu aleyhi ve sellemə nazil etmişdir. Oxunmaq və tilavət edilməklə ibadət olunan bir kitabdır. Sonra əziz qardaşlar, Quran-ı Kərim Muhammed sallallahu aleyhi ve sellemə 23 il ərzində nazil olmuşdur. Quran-ı Kərimdə surələrin bir qismi Məkkə surələridir, bir qismi də Mədinə surələridir. Əksəriyyəti, çox hissəsi, təxmini 87'yə yaxını Məkkə surələridir, yerində qalanlar isə Mədinə surələridir. Muhammed sallallahu aleyhi ve sellem Məkkədə 13 il yaşamış, Mədinədə isə 10 il yaşamışdır. Yəni, Peyğəmbərlik dönəmi toplum 23 ildir. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə 40 yaşında Peyğəmbərlik verilmişdi, vəhiy olunur. 40 yaşından sonra da 23 il yaşayır, Quran nazil olur və toplum 63 il yaşayır. Məkkədə doğulub, Mədinədə isə, hamımızın bildiyimiz Mədinə şəhrində isə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem vəfat etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə əziz qardaşlar, ilk nazil olan surə Hira mağarasında nazil olur. Aləq surəsinin ilk 5 ayəsi nazil olur. İqra bismi rabbikəl-ləzi xalaq. Səni yaradan Rəbbin adıyla oxu. Cəbrail aleyhissalam Peyğəmbər sallallahu aleyhi ve sellemə gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem tək qalmağı, insanlardan aralıda, uzaqda tək qalmağı sevərdi, xoşlayardı. Və Hira mağarasına gedəndə bir gün 40 yaşının tamamında Cəbrail aleyhissalam gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellemi 3 dəfə sıxır, buraxır, deyir ki, oxu və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən oxumağı bilmirəm. Onda deyir ki, İqra bismi rabbikəl-ləzi xalaq. Və yerində qalan 4 dənə ayə, yəni ki, Aləq surəsinin ilk 5 ayəsi nazil olur və
həmin vaxtda Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə peyğəmbərlik verilir. Bu surənin nazil olunması ilə peyğəmbərlik gəlir. Aləq surəsinin ilk 5 ayəsi ilə. Sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə başqa surələr də nazil olur. Yəni bu Məkkədə baş veribdir. Sonra Qələm surəsidir, sonra Müzzəmmil surəsi, sonra Müddəssir surəsi nazil olur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə. Müddəssir surəsi nazil olanda Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə artıq rəsulluq verilir, elçilik. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləmə digər surələr, ayələr nazil olmağa davam eləyir və Peyğəmbər sallallahu əleyhi və səlləmə ondan sonra Məsəddir, Təkvirdir, Ə'lədir, Leyldir, Fəcr surəsi nazil olur və bir müddət Peyğəmbər sallallahu əleyhi və səlləmdən vəhiy kəsilir. Və bir nəfər qadın gəlir, deyir ki, şeytanın səni tərk eləyibdir, sənə qəzəbi tutubdur, belə deyər Peyğəmbər sallallahu əleyhi və səlləmə belə bir söz deyir. Ondan sonra Allah Teala Duha surəsini nazil eləyir. Duha surəsini وَالضُّحَى وَاللَّيْلِ إِذَا سَجَى مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى Sən Rəbbin sənə tərk etməmişdir və səni də qınamamışdır, sənə qəzəblənməmişdir. Və bundan sonra Peyğəmbər sallallahu əleyhi və səlləmə ardı kəsilmədən tez-tez surələr və ayələr nazil olur. Yəni Qurani-Kərimdə 114 dənə surə var. Qurani-Kərimin mushafın tərtibatı ilə birinci Fatihə surəsidir, sonuncu isə Nəs surəsidir. Qul əuzu bi rabbin nəs bu surədir. Və Qurani-Kərimdə bütün surələrin əvvəlində gələn Tövbə və Fatihə surəsi istisna olmaqla bütün surələrin əvvəlində gələn Bismillahirrahmanirrahim ayədir və müstəqildir. Surənin özünün tərkib hissəsindən deyil. Ayrıcana, yəni ki, əvvəlində gələn ayrıcana müstəqil ayədir. Və 30 dənə cüzdür. 30 cüz. Hər cüz isə 20 səhifədir. Hər cüz 20 səhifədir və Quran-Kərim 600 səhifədən çoxdur. Və Quran-Kərimi oxuyanda insan hər bir hərfinə görə 10 savab qazanır. Hər bir hərfinə görə. Mənasını bildi və bilmədi. Buna ən açıq dəlil nədir? Əlif, ləm, mim. Mənasını bilirik. Yəni müstəqil ayrı-ayrılıqda bəzi surələrin əvvəlində gələn hərflərdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm elə Quranı oxumağın savabını bəyan eləyəndə elə orada deyir. Deyir, mən demirəm ki, əlif, ləm, mim yəni ki, birdir. Əlif yəni bir, ləm bir və mim də birdir. Yəni əlifə görə də sən oxuyanda 10 savab qazansan, ləmə görə də, mimə görə də, yəni əlif, ləm, mim dedin 30 savab qazansan. Və Bismillahirrahmanirrahimdə əziz qardaşlar 19 hərf var. 19 hərf var və insan bir dənə Bismillahirrahmanirrahim deməklə 190 savab qazanır. 190 savab qazanır. Və insan Qurani-Kərimi oxuyanda istir əvvəlindən oxusun, istir axırından oxusun. Necə ki, Allah Teala Qurani-Kərimdə deyir ki, Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın. Və izə qara'təl Qur'ana fəstəiz billahi minəşşeytanirracim. Quran oxuduğun zaman qovulmuş, Allah rəhmətinə uzaq düşmüş şeytandan, başlıqalaq olmuş şeytandan Allaha sığın. Yəni ki, insan Quranı oxuyanda bunun da bir neçə forması gəlibdir sünnədə. Əuzu billahi minəşşeytanirracim. Ya belə deyir, istəyirsə əvvəldən oxu, istəyirsən ortadan, istəyirsən axırdan oxu, fərqi yoxdur. Sən Quranla ayə oxuyursansa da nə eləməlisən? Şeytandan Allaha sığınmalısan. Əuzu billahi minəşşeytanirracim deməlisən. Və yaxud da ki, ən üstün olanı Əuzu billahi səmil alimi minəşşeytanirracim min həmzihi və nəfxihi və nəfsi. Belə demək daha əfsəl, daha üstündür. İstəyir namazın içində olsun, istəyir də yəni ki, müstəqil formada hər hansı surəni, ayəni oxuyanda belə demək daha üstündür. Və surənin əvvəlindən oxuyanda Bismillahirrahmanirrahim oxuyuruq, yəni Əuzu billah dedikdən sonra surənin əvvəlidirsə də, oxuyuruqsa da Bismillah deyilir, yəni Bismillahirrahmanirrahim deyilir, Tövbə surəsi istisna olaraq. Amma surənin ortasından, axırından, yəni ki, əvvəli yox, başqa bir hissəsindən oxuyanda isə Bismillahirrahmanirrahim deyilmir. Çünki Bismillahirrahmanirrahim əvvəldən oxumaq üçündür. Onda sən oxuyanda birbaşa Əuzu billahi minəşşeytanirracim ən azından belə deyib, sonra isə ayəni oxumağa davam edirsən. Ən gözəl qayda alimlərin qoyduğu, yəni Quran və sünnədən çıxardılan qayda budur. Ki, insan bu formada oxuması sünnəyə müvafiq olmuş kimi olur.
Sonra əziz qardaşlar, Qurani-Kərimdə ayələrin sayları barəsində nə varid olmuşdur? Ayələrin sayları 6236 ayədir. Bəzi qiraətlərə görə fərqlənə bilər. Çünki Qurani-Kərim 10 qiraətdə nazil olub Peyğəmbər sallallahu əleyhi və səlləmə. 10 qiraətin hamısı da səhihdir. Sadəcə olaraq bu qiraətlər tələffüzə görə nədir? Bir-birindən, yəni ki, o danışıq, nitq eləmək fərqi yalnız var. Məsələ deyək ki, Fatihə surəsində inşallah gəlib çatanda Məliki Yevmiddin və yaxud da Məliki Yevmiddin. Yəni bunu inşallah vaxtı gəlib çatanda, gələn dərsdə bunu izah edəcəm ki, yəni bunun mənası nədir Məliki Yevmiddinin və yaxud da Məliki Yevmiddin mənası nədir? Yəni bax belə fərqlər var. Yəni Qurani-Kərim 10 dənə qiraətdə nazil olmuşdu və bizim oxuduğumuz ən məşhur olan, yəni bizim bildiyimiz Hafs ibn Asim vasitəsilə rəvayət olunan qiraətidir. Ondan bizə varid olandır və digərləri də hamısı da səhihdir. İnsan digərlərində oxuyub, əzbərləyib, Quranda da, namazda da oxuya bilər. Və yaxud da başqa müstəqil formada da oxuya bilər. Onun da eyni qayda olaraq, ona görə də insan savab qazanır hər bir hərfinə görə. 10 savab qazanırsan. Qurani-Kərimdə də 300 mindən çox nə var? Hərf var. Yəni bir dəfə insan Quranı xətm eləyəndə 3 milyondan çox savab qazanır. 3 milyondan çox savab qazanır. Yəni insanın qısa vaxtda çoxlu savab qazanması Quran vasitəsilə olur. Yəni təxmini bir dənə səhifədə 450-500 dənə hərfdir. Yəni sən bunu bir dəfə bir səhifəni oxumaqla da bu da nə qədər 2 ya 3 dəqiqə vaxt aparmaz. Sən bunu oxumağınla elə bil ki nə qədər 4500-5000 savab qazanır. Yəni yuvarlaq deyə bir 5000 savab qazanırsan. Bir səhifəyə görə. Yəni insan 2, 3, 4 dəqiqəyə, lap deyir ki, biraz da zəif oxuyan insan 5 dəqiqəyə 5000 savab qazanır. Hardadır belə başqa, yəni insan belə qısa bir müddətdə savab qazanması. Sonra əziz qardaşlar, bəli, Quran-Kərimdə dediyi ilk nazil olan Aləq surəsidir. Sonuncu nazil olan isə alimlər arasında 2 görüş var. Bir görüşdə Maide surəsinin 3-cü ayəsidir. Əksər alimlərin görüşünə görə isə Bəqərə surəsi 281-ci ayədir. Yəni ki, racih olan odur ki, Quran-Kərimdən ən sonuncu nazil olan Bəqərə surəsi 281-ci ayədir, əziz qardaşlar. Və Quran-Kərimdəki surələrin və ayələrin tərtibatı, əziz qardaşlar, ayələrin surənin içində olan tərtibatı Allahın və yaxud da Peyğəmbərin sallallahu aleyhi ve sellem əmri ilə olubdur. Nazil olanda Peyğəmbər sallallahu aleyhi ve sellem deyərdi ki, bu ayə filan surədəndir. Bu, yəni Allah Taala'nın və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əmri ilə olubdur. Yəni ki, burada ictihad yoxdur. Amma surələrin Qurani-Kərimdə yəni tərtibatı ki var ki, düzülüşü, bu isə 2 görüş var elm əhli arasında. Bir görüşü deyirlər ki, sahabələrin tərtibatı ilə, ictihadı ilə olubdur. Bir görüşdə isə deyirlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellemdə buna göstərişi olubdur. Xüsusilə Peyğəmbər sallallahu aleyhi ve sellem bu Qurani-Kərimdə olan tərtibat ki, yəni biz bilirik ki, necə ki götürdük, birinci nazil olan Aləq surəsidir. Amma Aləq surəsi birinci qoyulmayıbdır. Hətta yəni ki, ondan sonra nazil olan surələr də ki var, hamısı axırlarda gələnlərdir. Yəni Quran tərtibatında. Yəni Aləq surəsi də ümumiyyətcə 30-cu cüzdədir, Quran axırlarındadır. Amma Fatihə surəsi 5-ci nazil olmağına baxmayaraq birinci qoyulubdur. Amma dedik ki, tam kamil bütöv formada yəni ki, Qurandan birinci nazil olan Fatihədir. Bütöv olaraq. Deməli, gözəl qardaşlar, Quran-Kərimin təfsiri barəsində. Təfsir ərəb sözüdür, mənası izah, açıqlama, mənanın açılması deməkdir. Yəni, təfsir deyəndə hamının ilk zehninə gələn nədir? Quran surəsi və yaxud da ayəsinin izahı, mənasının açılması. Amma şərh deyəndə də bu da eyni mənanı kəsb eləyir. O da ki, mənası açılması, izahı. Yəni ki, o isə hədislərdə deyilir. Termini olaraq isə, əziz qardaşlar, Quranın təfsiri, Quran ayələrinin mənalarını izah etmək, içindəki hökmləri, nazil olma səbəblərini və dil qaydalarını açıqlamaq deməkdir. Quran-ı Kərimi Allahın kəlamını
Yəni Quran Peyğəmbər sallallahu əleyhi və səlləmin kəlamı deyil. Allahın kəlamıdır. İlk, ən gözəl, ən açıq təfsir eləyən, izah eləyən Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin özü olmuşdur. Və biz də bundan hardan bilirik, əziz qardaşlar? Hədislərdən. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin missiyası təkcə nə gəlim Quranı eləcənə oxuyum, çıxım gedim belə bir şey deyil, izah eləyir. Yəni Allahın muradını, ayəsini, kəlamlarını sahabələrə, insanlara Peyğəmbərimiz sallallahu əleyhi və səlləm izah edərdi. Başa salardı. Və ondan da ona yaxın olan sahabələr götürübdür. O sahabələrdən hamımızın bildiyimiz, məşhur olan sahabələrdən əziz qardaşlar, elə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin əmisi oğlu Abdullah ibn Abbas radiyallahu anhum olmuşdur. Hansı ki, Turcumanul Quran deyilir ona. Yəni Quranı ən yaxşı təfsir eləyən sahabə. Ən məşhuru, ən tanınanı bu olubdur. Sonra Abdullah ibn Məsud Əli radiyallahu anhu da Quranı təfsir etməkdə ən məşhur, yəni ki, sahabələrdən hesab olunur. Və ilk Şeyxülislam ləqəbi də Əli radiyallahu anhuya deyilibdir. Elə məhz buna görə də, buna görə. Bu ləqəbi isə Ömər ibn Xattab radiyallahu anhu Əli ibn Əbi Talibə bu ləqəbi ilk dəfə, yəni ki, bu İslam aləmində ilk dəfə Ömər radiyallahu anhu Əli radiyallahu anhuya demişdi. O, miras məsələsində və xüsusən də Quranı gözəl təfsir etməkdə yaxşı olduğuna görə, ona görə Ömər radiyallahu anhuna Şeyxülislam demişdi. Sonra isə Ubey ibn Ka'b'dir, sonra Zeyd ibn Səbit və digər başqa sahabələr də var. Abdullah ibn Məsud dedik. Yəni və digər başqa sahabələr də var. Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələrindən də gəlirdi ki, Quranın mənaları Ayşə radiyallahu anhə xüsusən də, amma yəni ən məşhur olanları bunlardır əziz qardaşlar. Və tabinlərdən isə Qatada ibn Daamə, Dahhak, Əbul Aliyə, Həsən el-Basri, İkrimə, İbn Abbasın azad etdiyi köləsi, Mücahid, yəni bunlar tabinlər içərisində təfsir sahabələrdən təfsiri nəql edənlərin içərisində məşhur olanlarıdır. Təfsir kitablarına gəldikdə isə, əziz qardaşlar, ən qədim, ən gözəl, ən geniş, əhatəli təfsir olan, hansı ki, Əhlüsünnə vəl Cəmaət, Sələfi Salih əqidəsində olan İbn Cəririn təfsiridir. Ən, yəni ki, əhatəli, geniş təfsir İbn Cəririn təfsiridir. Və sonra da İbn Əbi Hatimdə təfsiri var, məşhurları mən qeyd edirəm, çoxdur təfsir. Yəni ki, çoxdur. Sadəcə olaraq məşhur olanlarını bir çoxlarımızın tanıdıqlarımızı İbn Kəsirdir, sonra Bəğavidir, sonra Şəvkanidir, sonra əziz qardaşlar Siyutidir, sonra müasirlərdən Abdurrahman Əs-Səadidir. Yəni İbn Hüseyminin də həmçinin təfsiri, yəni ki, tam əvvəldən axıra kimi də olmasa da Quran-ı Kərimin bir çox surə və ayələrinin təfsiri var. Həmçinin məşhurlardan da Muhammed Əmin Şinqiti, Əvda-ül Bəyən kitabı ən gözəl təfsirlərdən hesab olunur. Quran-ı Kərim Peyğəmbər sallallahu əleyhi və səlləmin vaxtında, zamanında yazılırdımı? Bəli. Peyğəmbər sallallahu əleyhi və səlləmin zamanında əziz qardaşlar, 20-dən çox sahabə Quranı yazırdı. 20-dən də çox sahabə bunların toplumu 40-dan çox eləyir. Hədisləri yazıblar. Yəni təkcə Quran yox, eyni zamanda ilkin mərhələdə Peyğəmbər sallallahu əleyhi və səlləm qısa bir müddət ərzində qadağan eləyir hədisləri yazılmasını. Sadəcə olaraq bunu da sahabələr başa düşsünlər ki, Quranla qarışmasın deyə. Amma sonra isə sahabələrin özlərinin icazəsi ilə, israrı ilə, yəni ki, onlardan da kim olur? Amr ibn As radiyallahu anh Peyğəmbər sallallahu əleyhi və səlləmdən icazə alır və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, məndən nə eşitsən, nə görsən yaz, Allah and olsun ki, bu ağzımdan deyir ki, haqdan başqa bir şey çıxmır. O da Peyğəmbər sallallahu əleyhi və səlləmdən nə görürsə, nə eşidirsə hər şey yazırdı. Əzbərə gəldiksə sahabələr deməli hamısı əzbərləyərdilər. Yəni məşhur
rəvayətlərdən də birisi o, Peyğəmbər sallallahu aleyhi ve sellemə Qaf surəsi nazil olanda, Peyğəmbər sallallahu aleyhi ve sellem çıxır cümə günü, cümə xutbəsinə. Qaf surəsini cümə xutbəsində oxuyur, düşür və cümə namazını qıldır. Sahabə deyir ki, Allaha and olsun, deyir, mən Qaf surəsini ilk dəfə Peyğəmbər sallallahu aleyhi ve sellemin ağzından cümə xutbəsində eşitdim, əzbərlədim. Yəni, sahabələrin əksəriyyəti, demək olar, hamısı bunu nə eləyərdilər? Əzbərləyə. Sadəcə bir yerə toplanmamışdı. Bir yerə toplanmamışdı. Yazanlar da, əziz qardaşlar, taxtanın, kötüyün üstündə, daşın üstündə, xurma yarpaqlarının üzərində, dərinin üzərində, sümüyün üzərində, bu vasitələrin üzərində yazılıb, yəni bir sahabə yazdığı özünün evində, özünün qoruduğu bir yerdə idi, özü saxlayardı, hər kəs özünə məxsus bir yerdə saxlayardı. O sahabələrdən, əziz qardaşlar, yazan sahabələrdən, məşhur olanlarından, əzbər bilənlər, Rəşid xəlifələrin hamısı Quranı əzbər bilirdilər. Onlardan Abu Bakırdır, xüsusilə də Osman ibn Affan radiyallahu anhudur, Əli ibn Əbi Talibdir. Sonra Quranı yazanlar isə, əziz qardaşlar, Zeyd ibn Səbit, Əli ibn Əbi Talib, Muaviyə ibn Əbi Sufyan, Peyğəmbər sallallahu aleyhi ve sellemin katibləri olubdur bunlar. Ubey ibn Kəb, Abdullah ibn Məsud. Məşhur olan, tanınan, ən çox qeydə alanlar bunlar olublar. Və digər də başqalar dedi ki, 20-dən çox sahabə olmuşdur. Peyğəmbər sallallahu aleyhi ve sellem vəfatından sonra Quran-ı Kərim cəm olunur. Abu Bakr radiyallahu anh'ın xilafəti devrində. Səbəb də Yəməmə döyüşündə Quran hafizlərinin bir çoxunun şəhid olması səbəb olur və sahabələr də qorxurlar və Abu Bakr radiyallahu anh əmr eləyir və Quranı cəm eləyirlər. Kimin əlində nə varsa da, harada nəsə yazıbdırsa da gətirirlər, yəni ki, bir yerə yığırlar. Bir yerə yığırlar və sonra isə Osman radiyallahu anh'ın xilafəti devrində Quran-ı Kərim nüsxə halına salınır. İlkin mərhələdə 4 nüsxə halına salınır. Və Əli radiyallahu anh'ın xilafəti devrində isə yəni hərəkələr və hərflərə nöqtələr qoyulur. Yəni ərəb hərflərində əvvəllər nöqtələr və hərəkələr yox idi. Yəni əcəmlərin, yəni qeyri-ərəblərin oxumasının asan olması üçün, yəni ki, ehtiyac olduğuna görə, zərurət yarandığına görə ilk dəfə Əli radiyallahu anhu deyir ki, mən bu əlimlə Quranı, yəni onun nöqtələrini, onun hərəkələrini mən qoyub yazmışam. Yəni ki, sonra isə zaman keçdikcə təcvid qaydaları yazılır, yəni ki, insanlara asan olsun deyə, zərurət yarandığına görə, yəni ki, hamı əzbərləyə bilmir. Yəni, çünki sahabələrin vaxtında, əziz qardaşlar, ağızdan əzbərləyirdilər, o uzatmalar, mədnin, vəqflərin, o təcvid qaydalarını ağızdan əzbərləyir, əzbəri yadında elə qalır. Asaddır, ağızdan, yəni ki, o Peyğəmbər sallallahu aleyhi ve sellem namazlarda oxuyardı axı. Xütbələrdə oxuyardı, namazlarda oxuyardı bunu. Və onlar da o formada Peyğəmbər sallallahu aleyhi ve sellem nə formada oxuyubsa da və sahabələrdən sonra da Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra Abu Bakrın dövründə, Ömərin, Osmanın, Əlinin, yəni ki, bu böyük sahabələrin dönəmdə namazlarda oxunardı. Və bunlar ağızdan əzbərləyərdilər. Sonrasında artıq zərurət yarandığına görə artıq kitablara yazılıb nüsxə halına salındı. Nüsxə halına da salınanda da başqa adamlar da bunu oxuyanda qaydalara ehtiyac duyulduğuna görə, yəni bu Quran-ı Kərim çünki xüsusi təcvid qaydaları var. Yəni adi insan, yəni bu təcvid qaydaları yalnız Qurana aiddir. Yəni hədisi, azanı, başqa şeyləri bu təcvid qaydası ilə oxunmur. Hətta dua ediləndə belə təcvid qaydalarında oxunmur. Yalnız bu Qurandır. Yəni bu da zərurət yarandığına görə bəzi hərəkələr ehtiyac duyulduğuna görə bəzən o ictihadla o hərəkələr tərtib olundu və Quran-ı Kərimin yəni kitabına, nüsxələrinə o əlavə edildi. Bu zərurətdən, yəni ki, insanların da ehtiyacından, səbəbindən dolayı bu oraya yazılıb qeyd olundu ki, insanlar üçün asan olsun. Hər kəs Allahın kitabını oxuya bilsin və həmçində götürüb oradan əzbərləyə bilsin. İnşallah bundan kifayətlənək. Gələn dərsi Fatihə surəsini davam eləyərək götürərik inşallah. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalanardan etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi daimi harada olluqsa olaq
qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir. Və sallallahu ala nəbiyyina Muhammedin və ala alihi və ashabihi ecmaîn. Subhanakallahumma bihamdik, eşhedü en la ilahe illa ent, estağfiruke ve etubu ileyh.